Dəyərli ustad, Hüccətül İslam Elçin Səfa Qudiyevin bəyanatlarını eşidək. Buyurun ustad. İmam Hüseyn əleyhissalama əzadarlığın dünya və axirət həyatında nə kimi təsirləri var? Buyurun. İmam Hüseyn əleyhissalama əza saxlayanların mükafatıdır ki, bu dünyada aqibət və xeyr olurlar. Yəni İmam Hüseyn əleyhissalamın əli İmam Hüseyn əleyhissalamın əza saxlayanlarının başı üzərində olur və insanlar xeyir aqibətə çatırlar. Xeyir aqibətin 3 mənası var. Birinci budur ki, bir şəxs ki, xeyir aqibət ola və izzətli ola ki, İmam Hüseyn əleyhissalam bizə öyrədir. İzzətdən sonra zillət gəlmir. Yəni mümkün deyil ki, kimsə izzətli ola, sonra zillətə düşər ola. İkinci budur ki, ömrünün sonuna qədər azğınlığa düşər olmaz. Xeyir aqibət budur. Üçüncü isə ölüm zamanı Əhl-i-Beyt əleyhissalamlar onların başı üzərinə gələrlər. O şiyyələr ki, ölüm ayağındadır. Başları üzərinə gələrlər və onların dadına çatarlar. Onların fəryadına çatarlar və onların gəlişi şiyyələri başuca edər. Yəni xeyir aqibət budur. Dünyada olan o işlər, o əməllər ümumiyyətlə dünya malından müqayisə olunması bir şey deyil. Bir kəs ki, bir ömrü boyu yaşaya, ibadət edə və sonra aqibəti xeyirli olmaya, həmçinin bunu da deyə bilərik ki, Əhl-i-Beyt əleyhissalam onların başı üzərinə gəlməyə, bu böyük bir zərərdir. Amma bu zərərin qarşısını almaq İmam Hüseyn əleyhissalamın ziyarətini və əzadarlığını etməklə aradan gedə bilər. Bir faydası da duanın qəbul olmasıdır ki, mərhum Ayətullah Dəstəğeyev buyurur ki, Şirazda o zamanda qızılca xəstəliyi yayılmışdı və bir çox insanlar bu xəstəliyə düçar olmuşdular. O vaxtı əlacı yox idi. Bu adam, o ailə başçısı gedir İmam Hüseyn əleyhissalamın əza məclisinə, qonşuları məclis təşkil edirlər. Gedir ora dua edir. Dua edir ki, Allah Taala şəfa versin və İmam Hüseyn əleyhissalamın vasitəçi qərar verir ki, onlar şəfa versinlər Allahın izni ilə. Və qayıdıb gəlir evə görür ki, övladı xanımı sağalıb. Uşağı deyir ki, atacam İmam Hüseyn əleyhissalam və Həzrəti Zəhra salamullahi əleyha gəldilər bizə və Həzrəti Zəhra salamullahi əleyha dedi ki, İmam Hüseyn əleyhissalama əlini çək bu uşaqların başına. İmam Hüseyn əleyhissalam əlini çəkdi və biz şəfa tapdıq. Yəni bu cür əzadarlıq məclislərində şəfa tapmaq bir növ təcrübə əsasında sübut olunur. Təşəkkür edirəm ustad, gözəl, dəyərli məlumatlarınız üçün. Sonunda sözü veririk dəyərli Əhl-i-Beyt məddahına. Buyurun. Balanı vur babanın altına, koşun evvel belə bildi Kur'an getirip meydanım. Ama gördüler ebanın altından bir süt emer balanın nişan verdi. Leşger görün balam yanım. Gördüler Ömer sen destur verdi her melem. Cevabını ver her melek ta dizin koy diyerem. Ya İmam Zemal ağa ne hale kaldı buna bak. Bala hey ele yok çal diye. Hüseyin ey bağrına bastı. Ağlama bala. Bir ayak götürür, bir ayak giydir ya İmam Zemal. Bir zaman gördüler ağa balanı bastı bağrına eli. Heymeye üstürem gidem. Gelmir üzüm gidemürem Allah. Her meleğe bakır güley, ersede tab edemürem neynim bala. Koy gene heymeye gedim her meleği görem mi? Ya Hüseyin bala kalıp kucağında bir baktı balanın bu gözüne. Ali döremin o merdalı bay balayam. Dövrəmin o merdalım, mən kimlənim dad istəyim, kimdir bu ətraf edən mehru vəfanın sahibi?